Beyin qan dövranı pozulduğundan saç tökülməsi başlayıb nə eləyə bilərik? Bu ümumiyyətlə saç tökülməsinə dəxli var? Beyin qan dövranı. Mən əksəriyyətən mən bir şey deyim. Saçın tökülməsinin, bax bizim kişilərin başının, saçının tökülməsinin əsas səbəbi özündədir. Belə adamların saçın tökülməsinin 80% ayağında köbələyin olmasıdır. O ayağında köbələk var, əlini ayağına vurur və saçına vurur. Saçında oldusa onun saçı töküləcəkdir. Saçın tökülməsində bax bu qalxana bənzər və zobun da əhəmiyyəti var. Çox şeylərin əhəmiyyəti var. Amma saçın, başdan saçın əsas tökülməsinin səbəbi təkcə beyin qan dövranının pozulması deyil, sklerotik proses deyil. O da rol oynayır. 80% yenə deyirəm ki, köbələyin olmasıdır. Ayaqda köbələyi olan adamlar 3-4 manatlı mikaseptin alın, çəkin ayağınızı, yuyun çay sodasından, qurulayın və o mikaseptini 3 gündən bir, 5 gündən bir çəkərini olmasın və əlinə də çək, yat belə. Çox maraqlı.